Salam əziz həmkarlar. Qiymətləndirilmə 173-cü testdən izaha baxırıq. Verilmiş rəy nümunələrindən hansı şagirdin inkişafını təmin etmək üçün effektiv deyil? Baxaq. Afərin. Tapşırıq üzərində çalışarkən addımlarının doğruluğunu dəyərləndirmək üçün məqsədyönlü suallar verirsən. Öyrənmə prosesini bu cür təşkil etməyin bir çox məsələlərin öhdəsindən uğurla gəlməyinə səbəb olur. Bu effektivdir. Tapşırıqları müstəqil şəkildə icra etmək bacarığın var. Şagird yoldaşlarınla birgə öyrənməyə maraq göstərmədiyindən sosial bacarıqlarının inkişafa ehtiyac olduğunu demək olar. Baxın, müsbət tərəfini, sonra mənfi tərəfini vurğuladı və qrup işində iştirak etmək, aktiv olmağın faydalı olar. Yəni, sosial bacarığını inkişaf elətdirmək istəyirsənsə, qrup işindən istifadə elə. Bu da effektiv rəydir. Əhsən, məlumatları qrafik və sxemlər vasitəsilə təqdim edirsən. Bu zaman informasiyanın bir-biri ilə əlaqəliliyini müəyyənləşdirə bilirsən. Söz ehtiyatını artırsan, məlumatları şifahi şəkildə də aydın formada təqdim etmək imkanın olar. Bu da effektivdir. Yazı işini yaxşı tərtib etmisən, qeyd etdiyin arqumentlərin çoxu zəifdir. Fikrini əsaslandırmağa xidmət etməsi lazım idi. Növbəti mərhələyədək əsaslı arqumentlər bildirməyə bacarmalısan. Necə bacarmalıyam? Mənə istiqamət verməyib axı, mən bu zəif nöqtəmi necə aradan qaldırım? Bu artıq effektiv rəy deyil, debəndi. Qrup işi zamanı yoldaşlarınla fikir mübadiləsi etməyini təqdir edirəm. Tapşırığın hər addımın icrası zamanı müəyyən müddət təyin etsən, tədricən vaxtın idarə edilmə bacarığını da inkişaf etdirmiş olarsan. Bu da doğrudur. Yəni, effektiv rəy odur ki, bizim güclü tərəflərimizi və zəif tərəflərimizi vurğulasın. Zəif tərəflərimizi vurğuladıqdan sonra onu necə aradan qaldıra bilərik? Bizi istiqamət versin. Müəllimin məqsədindən asılı olaraq əks əlaqə qurmasına aid cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışa. Müəllim şagirdlərin verbal və qeyri-verbal ünsiyyətə qoşulmalarını təmin etmək üçün müvafiq bacarıqların formalaşdırılması ilə bağlı istiqamət verir. Doğrudur. Müəllim şagirdləri müşahidə nəticəsində əldə etdikləri informasiyanı müqayisə etməyə, arqumentlərin uyğunluğunu təhlil etməyə yönəldir. Doğrudur. Müəllim şagirdlərin tapşırıqları müstəqil yoxsa müzakirə yolu ilə həll etmələrinə meyilli olmalarını müşahidə edib onları istiqamətləndirir. Doğrudur. Müəllim şagirdə yönəldici suallar verməklə onların prosesdən agah olmasını təmin edir. Bu da doğrudur. Yanlışım olmadığı üçün elə doğrumdan birinci və ikinci. Bu da B variantı edir. Dərs prosesində müəllim şagirdə keçirilənləri möhkəmləndirmək üçün məsələ verir və məsələnin həll olunması üçün 10 dəqiqə vaxt verir. Yəni, məsələnin həll olunması üçün 10 dəqiqə vaxt verib. Şagird işlədiyi zaman müəllim partalar arasında gəzərək şagirdlərin fəaliyyətinə diqqət yetirir. O, şagirdlərdən birinin hesablama zamanı yanlış etdiyini görür və məsələni düz yolla getsə də, vurma əməlində yanlışın var, onu düzəlt ki, növbəti addımların düzgün olsun, deyir. Müəllimin verdiyi rəy haqqında hansı fikir doğrudur? Müəllim rəyi şagirdin gələcək fəaliyyətinə müsbət təsir etməyəcəyi üçün effektsiz sayılır. Səhvdir. Niyə ki, səhv etdiyini görüb onu necə aradan qaldıra bilər, istiqamət verir. Bu doğrudur. Deməli, biri çıxıram. Müəllim bu cür rəylərdən çəkinməlidir. Çünki rəy şagird fəaliyyəti haqqında geniş məlumat verməlidir. Səhvdir. Müəllim şagirdin işini anındaca görüb düzəltməsi onun müşahidə bacarığının güclü olmasından xəbər verir. 3 doğrudur. Anındaca görüb deyir vurmanı düzəlt. Müəllimin məqamında şagirdin işinə düzəliş etməsi prosesi sürətlə davam etməyə və diqqətin yayınmamasına yardım edə bilər. Bu da doğrudur. Diqqəti yayındırmır ki, deyir vurmada səhv yazmısan, vurmanı düzəlt, növbəti addımların düz olsun. Daha sonra, aydındır ki, komanda olaraq səy göstərmişsiniz, lakin təqdim etdiyiniz layihə işi sizdən gözlənilənlər doğrultmadı. Hazırladığınız məhsullarda
yaradıcılıq elementləri kifayət qədər deyil. Ümid edirəm ki, növbəti dəfə daha effektiv nəticə üçün səhvlərinizi düzəldərsiniz. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Aha, gəlin baxaq. İnformasiyanı şagirdə necə təqdim edilməsindən asılı olaraq onlarda müxtəlif intellekt növünün inkişafına şərait yaratmaq olar. Bu doğrudur və buna zidd deyil. Şagirdlərin tənqidi təfəkkürünün inkişafını təmin etmək üçün onlara müxtəlif problemli situasiyalar təqdim etmək olar. Bu da doğrudur. Təlim zamanı konstruktiv mövqenin nümayiş etdirilməsi şagirdləri səhvlərindən öyrənməyə yönəldir. Onlara inkişaf üçün aydın yol göstərir. Bu doğrudur, amma bizim məsələmizə ziddir. Yəni, bu məsələyə ziddir. Niyə? Burada deyir, komanda olaraq səy göstərmişsiniz. Lakin təqdim etdiyiniz layihə işi sizdən gözlənilənləri doğrultmadı. Hazırladığınız məhsullar yaradıcılıq elementləri kifayət qədər deyil. Ümid edirəm ki, növbəti daha effektiv olar. Səhvlərinizi düzəldərsiniz. Necə düzəldərəm? Mənə istiqamət verməyib axı. Amma konstruktivdə istiqamət verməlidir. Deməli, bunlar bir-birinə ziddir. Daha sonra, verilmiş əks əlaqə ilə bağlı uyğunluğun gözlənildiyi variantları müəyyən edin. Aha, müəyyən edək. Baxağın. Təqdimatın yazılı formada etməyin söz ehtiyatının geniş olduğunu göstərir. Bu düzdür. Fikirlərinin aydınlığını təmin etmək üçün cümlə quruluşuna diqqət yetirməyin lazımdır. Bax, bu doğrudur. Ünsiyyət bacarığı və doğru. Bax, bunu doğru verib. Deməli, bir doğrudur. Mövzu haqqında ətraflı məlumat verdin. Lakin hadisənin ardıcıllığını bəzən pozurdun. Nitqini təşkil edərkən məntiqi ardıcıllığa və səbəb-nəticə əlaqəsinə diqqət yetir. Nitqini təşkil edərkən burada həm informasiya var, həm ünsiyyət var. Yəni, burada doğru bir fikirdir. Amma yəni burada informasiya ilə bərabər ünsiyyət də var. Ünsiyyət bacarığını vermədiyi üçün bunu yanlış götürürəm. Yəni, 2 dənə səriştə var. Ona görə verməyib bunu. Burada doğru, yanlışdır da, yəni bu doğru variantdır. Yəni, uyğunluq pozulmayıb, belə deyim. Əhsən, yoldaşlarına qarşı nəzakətlisən. Münaqişələrin həllində konstruktiv mövqedə olmağın sinifdə sağlam psixoloji mühitin formalaşmasına təsir edir. Bu yanaşmanı qorumağa çalış. Yoldaşlarına qarşı nəzakətlisən. Burada müşahidə bacarığı. Doğru, səhvdir bu. Səhv bir fikirdir. Müşahidə bacarığı deyil. Burada artıq nəticə çıxarıb ki, bu nəzakətlidir. Dərs zamanı diqqəti yayındıran amillərlə üzləşdikcə fikrini cəmləşməyə çalışırsan. Ehtiyac olduğunda yoldaşlarına dəstək təklif etməyin şəxslər arası münasibətlərinin inkişafına dəstək ola bilər. Bunu nəzərdə saxla. Problem həll etmə bacarığı bu doğrudur, amma burada yanlış verdiyi üçün bunu da götürməyəcəm. Deməli, burada 1-dən 2-dir. Yenə deyirəm. Nitqini təşkil edərkən ardıcıllığa, səbəb-nəticə əlaqəsinə diqqət yetir. Burada ünsiyyət bacarığı da var. İkisini verməyib deyə mən bunu yanlış götürdüm. Yanlış da verib deyə uyğunluq pozulmayıb. 1-2. Daha sonra, mürəkkəb feillər və fizioloji birləşmələr arasındakı fərqli cəhətləri düzgün müəyyən edirsən. Oxşar cəhətləri müəyyən edərkən daha diqqətli ol. Verilmiş rəy ilə bağlı hansı fikir doğru hesab edilə bilməz? Spesifik rəydir, düzdür. Şagirdi inkişafa götürüb, düzdür. Oxşar cəhətlərini müəyyən edəndə diqqətli ol. Şagirdin emosiyalarına yönəlib, bax bu səhv fikirdir. Heç bir emosiya yoxdur burada. Şagirdin həssaslıqla verilmiş rəydir, düzdür. Fəaliyyəti stimullaşdırır, düzdür. Deməli, 177-də olur, 178 olur C bəndi. 179. Təqdimatınız sizə təqdim olunan rubrikin meyarlarına uyğun şəkildə hazırlanıb. Proses zamanı əməkdaşlığınız, bir-birinizi sonadək dinləməyiniz sizin yumuşaq bacarıqlarınızın olmasından xəbər verir. Təqdimat üçün hazırladığınız slaydları şəkillərin məzmunla uyğunluq təşkil etməsinə diqqət yetirməyiniz məqsədə uyğun olar. Müəllimin verdiyi rəy haqqında hansı fikir yanlışdır? Müəllimin rəyi müsbət fikirlərlə başlaması şagirdlərdə özünə inamı formalaşdırmağa kömək edə bilər. Bu doğrudur. Nə qədər müsbətlə başlasaq, o qədər özünə inam formalaşdırarıq. Müəllim şagirdlərin təqdimatı haqqında spesifik və ətraflı məlumat verir. Problemlərin aradan qaldırılması üçün onlara yol göstərir. Bu da doğrudur.
Şagirdlərə verilən rəy onların həm akademik nailiyyətlərini, həm də sosial bacarıqlarını təsvir edib. Burada səhvdir. Burada rubriklər yazılıb, sonadək dinləməyiniz, yumuşaq bacarıqlar, uyğunluq. Yəni burada hər hansı bir sosial bacarıq yoxdur. Burada əslində sosial bacarıqlar da var. Baxın, deyir təqdim olunan rubrikin meyarlarına uyğun şəkildə hazırlanıb. Proses zamanı əməkdaşlığınız, biri-birinizi sonadək dinləməyiniz, biri-birinizi sonadək dinləmə bu elə sosial bacarıqdır. Yumuşaq bacarıqlar, slayd və şəkillər, məzmun, bu da doğrudur. Müəllimin rəyi şagirdlərin qrup işi bacarıqlarının inkişafına birbaşa təsir edərək onların gələcək fəaliyyətinə istiqamət verir. Bax, bu səhvdir. Akademik nailiyyəti ilə sosial bacarıqlarını inkişaf elətdirir. Yəni, hər hansı bir qrup işinin gələcək fəaliyyətinə istiqamət verməyib. Müəllimin rəyi şagirdlərdə açıq düşüncə tərzinin formalaşmasına dəstək olur. Bu da doğrudur. Daha sonra, debat zamanı mövqeyini müdafiə etmək üçün argumentlərin kifayət qədər əsaslı deyil. Buna görə çıxışını təhlil edib dəyərləndir və nəticəni yoldaşlarınla müqayisə et. Həmçinin növbəti debatlarda reqlamentdən kənara çıxmamağa diqqət et. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Şagirdlərin müxtəlif sinif fəaliyyətlərinə cəlb etməklə onları öyrənmə prosesində aktivliyi təmin etmək mümkündür. Bu doğrudur. Şagirdlərin sinif qaydalarına əməl edib etmədiklərini müşahidə edib onlarda davranış pozuntusuna səbəb olan hallar barədə informasiya əldə etmək mümkündür. Doğrudur. Şagirdlərin fəaliyyətindəki uğurlu məqamlara istinad etməklə onlarda özünə inam formalaşdırmaq, effektiv nəticə əldə etməsini təmin etmək mümkündür. Bu doğru bir fikirdir. Amma bizdə uğurlu nəticəni deməyib. Argumentin kifayət qədər əsaslı deyir, dəyərləndir, müqayisə et, kənara çıxmamağa diqqət et. Bütün zəif nöqtələri vurğulayıb, yəni uğurlu məqamları vurğulamayıb. Bunlar bir-birinə zidd prosesdir, cəbəndi. Dərs prosesində sual-cavabda aktiv iştirak etmədin. Ancaq faktoloji sualları düzgün cavablandırdın. Düşünmə tələb edən sualları cavablandıra bilməməyinin səbəbi tənqidi təfəkkürün zəif olmasıdır. Bu təfəkkürü inkişaf etdirməsən, akademik nailiyyətlərin günü-gündən zəifləyəcək. Verilmiş rəyin çatışmayan hissələrini qeyd edin. Rəy şagirdin çatışmayan tərəflərini daha çox vurğulayır. Effektiv rəyin müsbətlə başlaması daha məqsədə uyğundur. Bax, bu doğrudur. Yəni, müsbətlə başlamayıb. Birinci müsbətin deyib, sonra mənfisini deməli idi. Bir çatışmayıb. Rəy şagird haqqında ümumi məlumat verir. Effektiv rəy şagirdin spesifik xüsusiyyətlərini vurğulamalıdır. Burada vurğulayıb da, deyirsən, düzgün cavablandırmamısan, tənqidi təfəkkürün zəifdir. Burada spesifikdir, ki, deyil. Rəy şagirdə konkret yol göstərmir. Effektiv rəy şagirdin problemini aradan qaldırmaq üçün müəyyən bir yol göstərməkdir. Bax, bu da çatışmır. Yol göstərmir. Elə zəif nöqtələrini deyib, onu necə aradan qaldırmaq olar, onu demir. Deməli, 3 də çatışmır. Rəy şagirdi digər şagirdlərlə müqayisəyə yönəltmə yoxdur burada. Rəy şagirdin keçmiş fəaliyyət haqqında məlumat verir. Effektiv rəy şagirdin gələcək fəaliyyətinə müsbət təsir etməlidir. Bax, bu da doğrudur. Müsbət təsir edəcək hər hansı bir sözdən istifadə etməyib. Deməli, 1, 3, 5 bunlar çatışmır. Verilmiş rəy nümunələrindən hansı effektiv deyil? İxtisas biliklərinizdən istifadə etməklə əldə etdiyiniz məlumatların təhlilini aparmağınızı təqdir edirəm. Bu mümkün həll yollarının səmərəliyini təmin etməklə sizə yardım edəcək. Burada effektiv rəydir. Müəyyən edilmiş təlimatlar daxilində irəliləməyin prosesə müsbət təsir edir. Faktlar əsasında mühakimə yürütməyə çalışsa da çətinlik çəkirsən. Bu bacarığı lazımi səviyyədə inkişaf etdirməyə nə ehtiyac var? Necə inkişaf elətdirim? Onu istiqamət vermir. Bax, bu effektiv rəy deyil, bəbəndi. Davranış qaydalarına əməl etməyiniz uğurlu ünsiyyət qurmağınıza səbəb olur. Yoldaşlarınızın fikirləri ilə daha geniş tanış olmaq üçün açıq suallardan istifadə edə bilərsiniz. Bu da effektiv rəydir. Mənfi tərəfini deyir və deyir açıq sualdan istifadə et, irəliyə doğru get. Problemi həll edərkən digər peşə sahiblərinin fikirlərindən yararlanmağınız müsbət haldır. Bununla məzmunu dolğunlaşdırırsanız, sizə dolğunlaşdırırsınız.
Sizcə vizual təsvir yaratmaq problemi anlamağa kömək edəcəkmi? Bu da effektiv rəydir. Problemin həlli yollarını müəyyənləşdirərkən inteqrasiya bacarığınızdan istifadə etməyiniz yaxşıdır. Vaxtı səmərəli şəkildə idarə etmək, hər addımı tamamlamaq üçün müəyyən vaxt təyin etmək faydalı olar. Bu da effektiv rəydir. Yəni bizdə oldu B bəndi. Daha sonra bu dəfə yazdığınız essedə keçən dəfə etdiyin səhvləri artıq etməmisən. Deməli, verilən rəylərdən nəticə çıxartmısan. İndi isə daha çox orfoqrafiya səhvləri etmisən. Onları düzəltmək üçün bir qədər çalışmalısan. Əsas odur ki, fəaliyyətində nəzərə çarpacaq dərəcədə irəliləyişlər var. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Müəllim dərs prosesində daha çox şagirdlərin uğurlarını vurğulamaqla onların özünə inamlarını formalaşdırmağa nail ola bilər. Burada uğurunu vurğulayır da, yazdığın essedə keçən dəfə etdiyin səhvləri artıq etməmisən. Bu uğurlu tərəfidir. Yəni hər hansı bir ziddiyyət yoxdur. Müəllim şagirdlərin fəaliyyətində onların özləri ilə müqayisə edərək inkişaflarına nail ola bilər. Burada da müqayisə edir də, keçən dəfədən baxanda indi artıq səhv etməmisən. Müqayisə edib deyir. Müəllim şagirdlərin fəaliyyətini stimullaşdırmaq üçün onların fəaliyyətini davamlı olaraq izləməli, uğurlarını qeyd etməlidir. İzləyir də, keçən dəfə etdiyin səhvi artıq etməmisən. İzləyir ki, bilir. Müəllimin şagird fəaliyyəti haqqında məlumat verərkən onun yalnız uğurlu tərəflərini deyil, həmçinin inkişafa ehtiyac olan tərəflərini konkret yol göstərməklə vurğulaya bilər. Burada onları düzəltmək üçün bir qədər çalışmalısan. Necə çalışmalıyam? Yol göstərmir. Artıq konkret yol göstərmədiyi üçün bu pedaqoji yanaşmaya ziddir, D bəndi. Müəllim şagirdin fəaliyyətini müqayisəli təhlil apararaq, onun əvvəlki vəziyyəti ilə indiki vəziyyətinin əlaqələndirilməsi şagirdin inkişafına birbaşa təsir göstərir, doğrudur. Müəllim də burada deyir, əvvəl çox səhv edirdin, indi yox. Yəni müqayisə edir, sadəcə konkret yol göstərmir. Deməli, burada oldu, D bəndi. Müzakirə zamanı informasiyanın məqsədyönlü şəkildə istifadə etməyə başlamısan. Müzakirədə aktivlik vacib olsa da, başqalarının sözünü kəsmədən, fikirlərini ifadə etmələrinə imkan vermək də vacibdir. Növbəti dəfə yoldaşlarınla danışmağa icazə ver. Onların dediklərini dinləyərək refleksiya et. Bu müzakirə prosesi daha faydalı olmasına yardım edəcək. Müəllimin məqsədi haqqında aşağıdakı verilənlərdən doğru olanı müəyyənləşdirin. Müəllim konkret yollar təklif etməklə şagirdin davranışının tənzimlənməsi üçün istiqamət verir, doğrudur. Konkret yol göstərir ki, dinləyərək refleksiya et, bu sənə yardım edəcək, icazə ver danışmağa, yəni konkret yoldur. Müəllim şagirdlərin problem həll etmə bacarıqlarının müşahidəsinə istinad etməklə onlarda yaradıcı təfəkkürün inkişafını təmin edir. Səhv bir fikirdir bu. Müəllim məqsədi şagirdlərin öyrənmə prosesində çətinliklərə əsasən onlarda informasiya savadlığı səriştəsini formalaşdırmaqdır. Bu da səhv bir fikirdir. Müəllim yalnız şagirdin akademik deyil, həmçinin sosial-emosional vəziyyətini də müşahidəsinə əsaslanır. Bu doğrudur. Çünki bax, başqalarının sözünü kəsmə, növbəti dəfə yoldaşlarınla danışmağa icazə ver, onları refleksiya et, aktivlik göstər. Bu doğru bir fikirdir. Deməli, burada olur 1-4. D bəndi. Daha sonra verilmiş rəy nümunələrindən hansı şagirddə sosial bacarıqların inkişafına yönəlib? Tapşırıqların icrası üçün özünə uyğun strategiyalar müəyyən edə bilirsən. Lakin problemlərlə qarşılaşdıqda tez ruhdan düşürsən. Daxili motivasiyanı qorumaq üçün hansı üsullardan istifadə edə biləcəyini aydınlaşdırmağa çalış. Burada hansı bir sosial bacarıq yoxdur. Müzakirədə öz münasibətini aydın şəkildə ifadə edirsən. Lakin yoldaşlarını dinləyən zaman danışanın fikrini yayındıran hərəkətlərə yol verməməyə çalış. Bu fəal dinləyici olmaq vacibdir. Bu sosial bacarıqdır. Danışanın fikrini yayındırma, fəal dinləyici ol, hər hansı bir sosial mühitdə yoldaşlarını dinləyən zaman, bax, bunlar hamısı sosial bacarıqlardır. Daha sonra, verilmiş rəy nümunələrində hansı effektiv deyil? Arqumentlərinin nümunələrlə gücləndirməyin müsbət haldır. Konsepsiyaları ardıcıllığı nəzərə alsan, təqdimatın daha uğurlu ola bilər.
Burada effektivdir də, yəni müsbəti də deyir və zəif nöqtəni də aradan qaldırmaq üçün istiqamət verir. Yazı işində müxtəlif akademik fənlərlə bağlı məlumatları sintez etmisən. Bu bacarığı artırmaq üçün analoji düşünmə tələb edən müxtəlif tapşırıqlar üzərində işləyə bilərsən. Bu da effektivdir. Məqaləndə müxtəlif mənbələrdən məlumat əldə etmisən. Ancaq onlar müəyyən edilmiş meyarlara cavab vermir. Daha diqqətli yanaşsaydın keçmişdə bu problemlə qarşılaşmazdın. Bu keçmişə yönəlmiş rəydir və effektiv rəy deyil cəbəndi. Topladığın informasiyalardan nəticə çıxararkən öncəki təlimatlarda qazanılmış bilik və bacarıqlara istinad etməyin anlayışlarını anlamağına təsir edir. Növbəti dəfə müşahidələrini daha geniş elmi anlayışlarla əlaqələndirməyin məqsədə uyğundur, effektivdir. Essendə iki fənnin anlayışlarını birləşdirməklə tapşırığı uğurla yerinə yetirmisən. İnformasiyaları ətraf mühit problemlərinin həllinə necə tətbiq olunduğunu da araşdır. Bu digər məsələlərlə yanaşmada daha sənə yardım edəcək, bu da effektivdir. Deməli 186-da oldu C bəndi. Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı tapmalısan. Gəlin tapaq. Təlim prosesində şagirdin güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün müəllim formativ qiymətləndirmənin müxtəlif strategiyasından istifadə edə bilər. Doğrudur. Diaqnostik qiymətləndirmə zamanı yazılı rəyin portfolioda saxlanılması şagirdlərə onların ilkin vəziyyətləri haqqında verilən informasiya ilə tanış olmaq imkanı verir. Doğrudur. Şagirdlərin bilik və bacarıqlarının ilkin vəziyyəti haqqında məlumat almaq daha çox müəllimin fəaliyyətini düzgün istiqamətləndirməsinə yardım edir. Doğrudur. Təlim nəticələrinin və qiymətləndirmə meyarlarının əvvəlcədən şagirdlərə təqdim olunması onların fəaliyyətini düzgün istiqamətləndirməyə imkan verir. Bu da doğrudur. Deməli, yanlışım olmadığı üçün elə doğrumdan 1-2. Aşağıda verilənlərdən hansı fikir sinifdə müəllim müşahidəsinə aid deyil? Şagirdin akademik fəaliyyəti ilə yanaşı, onun davranış və emosional durumu ilə bağlı müşahidə aparmaq məqsədə uyğundur. Doğrudur. Müşahidə mütləq məqsədli olmalıdır və qeydlər aparılmalıdır. Doğrudur. Müşahidə şagirdlərin irəliləyişi və geriləməsini müəyyənləşdirməyə imkan verir. Doğrudur. Müşahidə etməklə həm şagirdlərin şəxsiyyət tiplərini, öyrənmə tərzlərini müəyyənləşdirmək mümkün olar. Doğrudur. Müşahidə imkan verir ki, müəllim şagirdlərin alt standartdakı təlim nailiyyətinə nə dərəcədə çatdığını müəyyənləşdirsin. Bu səhvdir. Bu qiymətləndirməyə aiddir. Y bəndi. Yəni, biz summativ qiymətləndirmə etməklə nəticəyə çatmağı müəyyənləşdirə bilərik. Yanlış fikri müəyyən edin. Effektiv rəy şagirdlərdən nə gözləndiyini, onların diqqətini aydın şəkildə çatdırır. Düzdür. Effektiv rəy vasitəsilə şagirdlərin arzu olunan davranışlarını möhkəmləndirmək mümkündür. Düzdür. Effektiv rəy şagirdlərin şəxsi keyfiyyətlərini önə çəkməklə inkişafı təmin edir. Səhvdir, şəxsi keyfiyyət yox. Effektiv rəy şagirdlərdə öz zəif və gücləndirməli olduğu cəhətləri müəyyənləşdirməyə şərait yaradır. Düzdür. Effektiv rəy şagirdlərin qarşılaşdığı çətinliklərin öhdəsindən necə gəlməklə bağlı istiqamət verir. Bu da düzdür. Verilmiş rəy nümunələrindən hansı şagirdin inkişafını təmin etmək üçün effektiv deyil? Tənliklərin həllində irəliləyiş əldə etmisən, lakin səhvlərindən qaçmaq üçün əməliyyat ardıcıllığını yadda saxla. Daha çox tapşırıq üzərində işləməklə bu bacarığı vərdişə çevirə bilərsən. Bu effektivdir. Səhvini deyir, onu necə aradan qaldırmaq olar, istiqamət verir. Müxtəlif situasiyalarda emosiyalarını effektiv şəkildə idarə etdiyini müşahidə edirəm. Bəzən yoldaşlarının mövqeyini anlamaqda, onlarla empatiya qurmaqda çətinlik çəkirsən. Bu yöndə özünü təkmilləşdirməyin, münasibətlərini düzgün idarə edilməsinə yardım edəcək. Burada istiqamət verir, effektivdir. Suallara verdiyin cavablardan tənqidi düşüncəni inkişaf etdirməyə çalışdığını görünür. Növbəti dəfə vacib olan əsas nüansları müəyyənləşdirməyə diqqətlə yanaş. Bu fikirlərinin əsaslığını təmin etməyə yardım edəcək, effektivdir. Müxtəlif məsələlər arasında mücərrəd əlaqəni müəyyənləşdirmək bacarığın qane edicidir. Bax, birinci müsbətini vurğulayıb.
sonra mənfisini deməlidir. Bu elə birbaşa mənfidən başladı. İnformasiya toplayarkən fikir vaxtın düzgün idarə etməsinə yönəltsən, tapşırığı təhlil verilməsində yoldaşlarını qabaqlaya bilərsən. Ola bilməz bu cür rəy. Yoldaşları ilə müqayisə etmək olmaz. Bu effektiv deyil, debəndi. Layihə işi zamanı vəzifə bölgüsü təqdim etmək və müəyyən edilmiş tarixdə məhsulu təqdim etməklə komanda işi nümayiş etdirdiniz. Bununla belə təşkilati işləri asanlaşdırmaq üçün müntəzəm qeydiyyatlar aparıb, plan üzrə hesabatlığı təmin etməyə diqqət etdin. Müəllimin məqsədi ilə bağlı hansı fikir yanlışdır? Müəllimin qurduğu əks əlaqə şagirdlərdə inkişafa istiqamət verdiyindən effektiv hesab edilə bilir, doğrudur. Müəllimin layihə işi ilə bağlı komanda üzvlərinin hər birinin cavabdehliyini təmin etməsi ilə bağlı istiqamət verir, doğrudur. Müəllimin qurduğu əks əlaqə şagirdin fəaliyyəti zamanı daxili motivasiyanı qorumağa xidmət edir, bu səhvdir. Hər hansı bir daxili motivasiya burada yoxdur. Bu da olur C bəndi. Belə baxaq. Sual-cavabda fəal iştirak edirsən, amma düşünmədən cavab verməyin onların səhv olmasına gətirib çıxarır. Daha dərin düşünməyə ehtiyacın var. Cavab verərkən uzun müddətli yaddaşdan istifadə etsən, yanlış cavabların sayı azalar. Müəllimin rəyi haqqında cədvələ əsasən uyğunluğu müəyyən edin. Müəllim şagird haqqında yalnız müsbət tərəflər deyil, həmçinin yanlış tərəfləri də qeyd etdiyi üçün rəyi effektiv hesab etmək olmaz. Baxın, düzdür də, deyir, sual-cavabda fəal iştirak edirsən, amma düşünmədən cavab verməyin onları səhv anlamasına gətirib çıxardır. Daha dərin düşünməyə ehtiyacın var. Cavab verərkən uzun müddətli yaddaşdan istifadə etsən, yanlış cavabların sayı azalar. Bu effektiv rəydir də, müsbətin deyir, sonra mənfi deyir. Bu effektiv hesab etmək olmaz yazıb, səhvdir bu. Onsuz da effektiv rəydə müsbətin deyib, sonra mənfisini deməlisən. Müəllimin düşünmə vaxtına əməl etməyinin vacibliyi bildirməsi, sinifdə bərabər imkanların pozulması ilə nəticələnir, bu səhvdir. Bir düşünmə vaxtı vermək lazımdır. Müəllimin rəyi şagirdlərin yaradıcı düşünmə bacarıqlarının formalaşmasına təmin edir, səhvdir. Yaradıcı düşünmə yoxdur. Müəllimin verdiyi rəy şagirdin emosional vəziyyətini nəzərə almadığı üçün səhvdir. Qapalı niyə deyir? Uzun müddətli yaddaş açıq düşüncə tərzi formalaşdırır. Doğrum yoxdur, yanlışdan 3-üm 4-üm. Elə bu da eləyir A bəndi. Müəllimin şagirdlərə yeni dərslə tanış etdikdən sonra öyrəndiklərini möhkəmləndirmək məqsədi ilə tapşırıq verir. Hamı tapşırığın icrasına yönəlir. Şagirdlərdən biri tapşırığı sona çatdıra bilmir və işini yarımçıq qoyur. Müəllimin verdiyi hansı rəy şagirdin problemini həll etməyə istiqamət verir? Dərsə diqqətlə qulaq asmadığın üçün mövzunun vacib hissələrini ötürmüsən. Diqqətli olmaq dərsin ən vacib nüanslarından biridir. Deyir ki, şagirdin problemini həll etməyə istiqamət verər. Baxaq, burada istiqamət vermir, hansı istiqamət verir ki? Tanış etdikdən sonra möhkəmləndirməyə tapşırıq verir, çatdıra bilmir, işini yarımçıq qoyur. Tapşırığı sona çatdırmasan da onun yerinə yetirməyə cəhd etməyin yüksək dəyərləndirirəm, xeyr. Tapşırığı sonadək yerinə yetirməməyin gələcəkdə xeyr, bir işi yarımçıq qoymaq qapalı düşüncə tərzinin əlamətidir. Düz və ya səhv olmadığından asılı olmayaraq gördüyün işi sona çatdırmağı mütləqdir. Bax, bu ola bilər. Yəni, həll etməyə istiqamət verir da. Bir tapşırığı sona çatdıra bilmir, işini yarımçıq qoyur. Bu da deyir ki, müəllim, yəni sən işini sona çatdırmalısan. Qapalı düşüncə tərzi eləmə, açıq düşüncə tərzi formalaşdır özündə. Bu debəndidir. Verilmiş əks əlaqədə uyğunluğun pozulduğu variantları seçin. Gəlin seçək. Qrupun təqdimat zamanı bədən dili və jestlərdən istifadə fikirlərin təsirini artırır. Əks əlaqə zamanı əsas məqamları vurğulamaq üçün lüğət tərkibini artırmağa ehtiyac var. Lüğət varsa onsuz da ünsiyyət bacarığıdır, doğru, elə bu doğru verib. Amma pozulanı soruşur bizdən. Araşdırma zamanı müxtəlif mənbələrdən məqsədyönlü şəkildə istifadə etməyin təhlil bacarığının da inkişafından xəbər verir. Nəticəni təqdim etməzdən öncə işini meyarlara əsasən yoxlamağın faydalıdır. Müxtəlif mənbədən istifadə edirsə informasiyadır. Bu doğru olmalıdır, yanlış verilib. Uyğunluq deməli 1-2-də pozulub. Tapşırıqları səmərəli yolla həll etməyə çalışırsan.
fəaliyyətini izləyib gedişatla bağlı qeydlər yazmaqla məqsədə çata bilərsən. Bu nəticə çıxarmağına şərait yaradacaq. Müşahidə bacarığı doğru. Qarşılaşdığın çətinliklər zamanı özünün emosional tənzimləməyin məqbul davranışdır. Belə hallarda əsasən müxtəlif çətinliklərdə müxtəlif həll yollar. Həll yolu deyirsə, deməli problem həll etmə bacarığı yanlış verib, amma doğru olmalıydı. Deməli 2-dən 4 bu da eləyir A bəndi. Sual işarəsinin yerinə nə yazılmalıdır? Cəmləyici qiymətləndirmədir. Geriyə dönüşü olmayan qiymətləndirmədir. Bu summativdir də, sonda cəmləyici sonda eləyir və geriyə dönüşü yoxdur. Bu da eləyir C bəndi. Qrup işində yaxşısan. Lazımı məqamlarda yoldaşlarına kömək edirsən. Bununla sinif yoldaşlarından fərqlənməyə bacardın, müqayisə elədi. Gələcəkdə də məsələlərə belə yanaş, yalnız səs tonunu idarə etməyi öyrənməyə ehtiyac var. Müəllimin rəy haqqında cədvələ əsasən uyğunluğu müəyyən edin. Rəy həssaslıqla verildiyindən səmərəli öyrənmə mühitinin təşkilinə təsir edir. Burada həssaslıqla verilməyib. Müqayisə edir. Məsələn, sinif yoldaşlarına fərqlənməyə bacardım. Bu səhv bir rəydir. Deməli, bir səhvdir. Rəy şagirdin akademik nailiyyətinin nəticələrini necə yüksəltməli ilə bağlı onu istiqamətləndirir. Hansı akademik səs tonunu istiqamətləndirir, akademiki yox. Bu da səhvdir. Verilmiş rəy şagirdin fəaliyyətini stimullaşdırmaq üçün effektiv hesab edilə bilir. Səhvdir. Stimullaşdı mı? Tayda müqayisə edir. Rəydə şagirdin fəaliyyəti ilə bağlı doğru etdiyi nüanslar konkret olaraq qeyd edilir. Hansı konkret olaraq qeyd edilib ki, lazım məqamda yoldaşına kömək edirsən, sinif yoldaşlarına fərqlənməyə bacardın. Burada hər hansı bir akademik bacarıq yoxdur. Deməli, doğrum yoxdur, yanlışım da 3-lə 4-üm yanlış da bəndi. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Özünü qiymətləndirmə kimi yoldaş qiymətləndirilməsi də formativ qiymətləndirmənin üsullarından biridir. Doğrudur. Layihə işini qiymətləndirərkən rubriklərin əhəmiyyəti ön plana çıxır. Doğrudur. Rubriklər tərtibatına görə 2 növ alır. Analitik, holistik. Doğrudur. Özünü qiymətləndirmədə meyarlar adətən müəllimlər tərəfindən müəyyənləşdirilir. Bu da doğrudur. Deməli, bəndi yanlışım yoxdur. 1, 2. Yanlış fikri müəyyən edin. Summativ qiymətləndirmə tapşırıq vermə üsulundan istifadə olunması effektiv deyil. Bu səhv bir fikirdir. Niyə effektiv olmasın ki? Birinci sinifdə summativ qiymətləndirmə aparılmır. Doğrudur. Kiçik summativ qiymətləndirilmə 2-ci 11-ci siniflərdə bütün fənlər üzrə hər yarım ildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Doğrudur. Summativ qiymətləndirmə 2 formada aparılır və şagirdlərin akademik bilik və bacarığını yoxlamağa xidmət edir. Doğrudur. 2-ci, 3-cü siniflərdə böyük summativ qiymətləndirilmə keçirilmir. Bu da doğru bir fikirdir. Deməli, oldu burada A bəndi. Şagirdlər müzakirə prosesində aktivlik göstərirlər və hər kəs fikir bildirmək üçün tələsir. Amma deyilən fikirlərin bir çoxu biri-birinin təkrarı və zəif arqumentlərə əsaslandırılmış şəkildə olur. Biri-birinin də təkrarıdır. Verilmiş situasiya ilə bağlı hansı rəy problemi aradan qaldırmağa istiqamət verir? Müzakirə zamanı aktivlik göstərməyiniz yaxşı haldır. Amma müzakirə qaydalarına əməl etməməyiniz prosesi axıcı etməlidir. Burada hər hansı bir istiqamət yoxdur. Müzakirə zamanı hər kəsin fikir bildirməsini yüksək dəyərləndirirlər. Proses boyunca problem həll etmə bacarıqlarının zəif olmasını müşahidə etdim. Tənqidi təfəkkürü inkişaf etdirməklə bu bacarığı formalaşdıra bilərsiniz. Necə inkişaf elətdirim demir. Müzakirəyə həvəslə yanaşmağınız məntiqi təfəkkürünüzün lazımi səviyyədə olmasından xəbər verir. İnformasiya savadlığı yoxdur burada. Müzakirə zamanı hər kəsin fikir bildirmək istəyi çox yaxşı haldır. Düzdür bu. Çünki hər kəs fikir bildirmək istəyir. Bu çox yaxşı bir haldır. Lakin bir çox fikirlər əsaslandırılmış deyil. Düzdür, zəif arqumentlər var. Ünsiyyət bacarıqlarını inkişaf elətdirib, mühakimə yürüdərkən fikirlər arasında düzgün əlaqə qurmaqla müzakirəni daha effektiv şəkildə edə bilərsən. Doğrudur, debəndi. Yəni, açıq-aşkar şagirdin müsbət tərəfində vurğulayıb, sonra mənfini ortadan qaldırmaq üçün istiqamət də verib. Dərs ilinin ilk günündə müəllim diaqnostik qiymətləndirmə keçirir. Diaqnostik qiymətləndirmə suallarını heç yaza bilməyən şagirdi ağlayır
və özünün zəif olduğunu düşünür. Müəllimin şagirdə verdiyi hansı rəy problemi aradan qaldırmaqda daha effektiv olar? Suallara cavab vermək üçün əvvəlki illərin mövzularını az-az təkrarlasan. Xeyr, bu deyil. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə olmadığından sualları yaza bilməməyin problem deyil, səhvdir. Belə demək olmaz axı. Diaqnostik qiymətləndirmənin nəticələri yarımillik qiymətləndirməyə təsir etmədiyindən suallarda çətinlik çəkməyin heç bir qorxusu yoxdur. Rahat ola bilərsən, bu da səhvdir. Suallarda çətinlik çəkməyin hələ öyrənə bilməməyəcəyin anlamına gəlmir. İl boyu dərslərdə aktivlik göstərmək hazırki vəziyyəti dəyişə bilərsən. Şagirddə açıq düşüncə tərzi formalaşdırır, doğrudur. Dərs ilinin əvvəlində sualları yaza bilməməyin yaddaşlığına bağlıdır. Bu da səhv bir fikirdə olmaz. Deməli, burada oldu D bəndi.